Hörmətli qonaqlar, hər birinizi Azərbaycan Tibb Universitetinin Enatus komandası olaraq salamlayırıq. Bakının mərkəzində yerləşən Azərbaycan Tibb Universiteti ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. 1930-cu ildən bəri fəaliyyət göstərən universitetimiz Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilib və beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunub. Tədqiqat işləri universitetimizin fəaliyyətinin əsas hissəsini təşkil edir. Bunun ən bariz sübutu odur ki, Azərbaycan Tibb Universiteti nüfuzlu Times Higher Education Impact Rankings reytinqində irəliləyiş əldə edərək 3-cü dayanıqlı inkişaf məqsədləri üzrə ölkəmizdə öz liderliyini qoruyub saxlayır. Bu gün cəmiyyətimizdə çoxlarının fərqinə varmadığı bir problem var. Yaşlı insanlar, pensiyaçılar, xroniki xəstəliklə mübarizə aparan uşaqlar və evdə qalmaq məcburiyyətində olan inklüziv fərdlər tez-tez sosial təcridlə, gündəlik məqsədsizlik hissi ilə, pasiv həyat tərzi ilə üzləşirlər. Heal with Greens layihəmiz isə məhz bu boşluğu doldurmaq üçün yaradılıb. Sadə bir bitkiyə qulluq etmək vasitəsilə insanlara gündəlik ritm, məsuliyyət hissi və psixoloji rahatlıq qazandırır. Bir bitki yetişdirmək zahirən kiçik bir adım kimi görünsə də, əslində insanı hər gün ona diqqət ayırmağa, müsbət bir işə yönəlməyə və özünü daha faydalı hiss etməyə sövq edir. Bununla yanaşı, layihə iştirakçılar arasında dəstək şəbəkəsi yaradaraq onların tək qalmamasını təmin edir və həm fərdi, həm də sosial səviyyədə davamlı təsir formalaşdırır. Heal with Greens artıq həyata keçirilir və gündəlik həyatda öz təsirini göstərməyə başlayıb. Məqsədimiz sadəcə insanlara bitki paylamaq deyil, onların həyatına məsuliyyət, rutin və rifah gətirməkdir. Layihəyə start verilərkən sosial izolyasiya yaşayan, gündəlik strukturdan uzaqlaşmış və pasiv həyat tərzinə meylli olan şəxslər hədəf qrupu kimi müəyyənləşdirilib. Xroniki xəstəliklə mübarizə aparan uşaqlardakı psixoloji gərginlik və motivasiya ikisi də nəzərə alınaraq onlar üçün ayrıca yanaşma hazırlanıb. İlk mərhələdə layihəmizdə 20 iştirakçı ilə başlanılıb və hər kəsə öz ehtiyacına uyğun bitki seçilərək təqdim olunub. Yəni, yaşlı və az aktiv şəxslərə Sansevieria, Potos və Zamioculcas kimi az qulluq tələb edən bitkilər verilir. Uşaqlara isə rəngli və təhlükəsiz növlər, çöl zambağı və hörümçək bitkisi paylanılır. Orta yaş qrupuna isə həm dekorativ, həm də funksional bitkilər olan lavanda, rozmarin və reyhan çatdırılır. Hər iştirakçıya bitkinin qulluq qaydalarını izah edən çap olunmuş bələdçi kitabçası da təqdim edilib. İndi isə sizi Heal with Greens layihəsinin dəyişə biləcəyi bir həyatla tanış etmək istəyirik. Təsəvvür edin, 72 yaşlı Rafiq müəllim pensiyaya çıxdıqdan sonra günlərinin çoxunu evdə, televizor qarşısında keçirirdi. Hər yeni gün əvvəlkinin təkrarı idi. O sadəcə vaxtını yox, motivasiyasını itirməyə başlamışdı. Layihəmizə qoşulduqdan sonra ona ilk bitkisi, baxımı asan olan Sansevieria təqdim edildi. İlk günlər bunu sadəcə bir dipçək kimi qəbul edirdi Rafi müəllim. Amma hər səhər telefonuna gələn "Sabahınız xeyir, bugün bitkinizi sulamağın vaxtıdır" kimi kiçik bir bildiriş onu gününə yenidən məqsəd qatmağa başladı. Bir neçə həftə sonra artıq yalnız bitkisi böyümürdü. Rafiq müəllim özü də dəyişir. O bitkisinə ad qoydu, inkişafını digər iştirakçılarla paylaşdı. Hətta görüşlərimizdə yeni dostlar da qazandı özünə. Çünki bəzən insan həyata yenidən bağlanması üçün böyük dəyişikliklər deyil, hər gün qayğı göstərə biləcəyi kiçik bir canlı kifayət edir. Heal with Greens məhz bu qayğını insanlara geri qaytarmaq üçün yaradılıb. Layihəmizin pilot mərhələsində müxtəlif yaş qruplarından olan iştirakçılarla işlədik. Hər kəsə həyat tərzinə uyğun bitki seçildi və qulluq qaydaları ətraflı şəkildə izah olundu. Bununla yanaşı WhatsApp qrupları yaratdıq. Hər səhər iştirakçılara bitkinizi sulamağın vaxtıdır kimi kiçik xatırlatmalar göndərirdik. Bəzən isə fərqli tapşırıqlar verirdik. Misal üçün, bugün bitkinizə ad verin və ya onunla birlikdə şəkil paylaşın. Qısa müddət ərzində bu qruplar sadəcə bitki baxımı üçün deyil, insanların bir-birinə dəstək olduğu kiçik icmalara çevrildi. İştirakçılar öz təcrübələrini bölüşür, suallar verir, bir-birini motivasiya edirdi. Biz başa düşdük ki, əslində sadəcə bitki yetişdirmirik. İnsanlarda məsuliyyət hissini, ünsiyyəti və gündəlik həyata bağlılığı yenidən düzəldirdik. Eyni zamanda yaşadıkları mühitə daha çox yaşıllıq qazandırırdı. Çünki Heal with Greens üçün məqsəd yalnız bir bitki satmaq deyil, insanla təbiət arasında yenidən canlı bir bağ qurmaqdır. İndi isə sizi toxunduğumuz dayanıqlı inkişaf məqsədləri ilə tanış etmək istəyirik. İlk növbədə layihəmiz yaşlıların, xəstələrin və cəmiyyətin psixi sağlamlığını və həyat keyfiyyətini artırdığı üçün 3-cü dayanıqlı inkişaf məqsədləri, sağlamlıq və rifah hədəfi ilə birbaşa uzlaşır. Bununla bağlı
bağlı əlilliyi olan şəxslərin və evdən çıxa bilməyən insanların cəmiyyətə aktiv inteqrasiyasına şərait yaratmaqla 10-cu din bərabərsizliyin azaldılması istiqamətində mühüm addım atır. Eyni zamanda evlərdə və şəhər mühitində bitki yetişdirmə missiyamız təmiz oksigen artırılmasına və təbiətlə əlaqənin qorunmasına töhfə verərək 15-ci din quru ekosistemləri mühafizəsi prinsipi ilə uyğunlaşır. Bütün bu proseslərin uğurla həyata keçirilməsində universitetimizlə, könüllü təşkilatlarla və sponsorlarla qurduğumuz sıx əməkdaşlıq bizi 17-ci dayanıqlı inkişaf məqsədlər üçün tərəfdaşlıq prinsipi ilə reallaşdırır. İnanırıq ki, bu hədəflər həm sosial rifaha, həm də ekoloji tarazlığa uzun müddətli töhfə verəcək. Son olaraq layihəmizin maliyyə tərəfinə nəzər salaq. Layihə Çevetoçny sklad və gül deposu sponsorlarının dəstəyi ilə həyata keçirilib. İştirakçılara bitki, qab və qulluq təlimatından ibarət başlanğıc paketlər təqdim olunub. İlkin 20 iştirakçının bitki seçimi belə bölünür. 8 nəfər Sansevieria, hər biri 30 AZN-dən, 1 nəfər Potos, biri 25 AZN-dən, 1 nəfər Zamioculcas, biri 45 AZN, 2 nəfər sül sambal, biri 35 AZN-dən, 3 nəfər hörümçək bitkisi, biri 20 AZN-dən, 3 nəfər lavanda, biri 15 AZN-dən, 1 nəfər rozmarin, biri 15 AZN-dən və 1 nəfər reyhan, 25 AZN-dən əldə edilib. Bu satışlardan əldə olunan ümumi gəlir 505 AZN olub. Xərclərə gəlincə, bitkilərin alışı 160 AZN, bələdçi kitabçılarının çapı 20 AZN, etiket və qablaşdırma 10 AZN, çatdırılma 20 AZN, ümumi xərci isə 210 AZN təşkil edib. Nəticədə layihədən bu günə qədər olan xalis gəlir 295 AZN. Əgər hədəflədiyimiz 200 nəfərə çatsaq, layihəmizdən gələn qazanc 2950 AZN-ə qədər yüksələcək. Diqqətinizə görə təşəkkürlər.